Sosial şəbəkələrdə AMEA rəhbərliyinin Kamran Əsədova fəxri diplom verməsi ilə bağlı getmiş məlumatlara aydınlıq gətirməyə ehtiyac vardır. Öncə onu deyim, ölkəmizin media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi heç də bir müddət öncə deyil, Milli Elmlər Akademiyasının Elm Günü ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim edilib. Vətəninfo.az məlumat verir ki, bu barədə AMEA mətbuat xidməti açıqlama yayıb. Açıqlamada deyilir, AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin Elm Günü tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və Elmi Tədqiqat İnstitutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub. AMEA mətbuat xidmətinin apardığı araşdırmalar əsasında akademiyada keçirilən tədbirlərin işıqlandırılması sahəsində fərqləndikləri üçün dövlət mətbuatından Əflatun Amaşov, Xalq qəzetinin baş redaktoru, müstəqil mətbuat sahəsindən Yusif Rızayev, 525-ci qəzetin baş redaktorunun birinci müavini, sosial şəbəkə mətbuatından Kamran Əsədov, akademiya mətbuat nümayəndələrindən isə İlham Aliyev, Elm Günü tədbirlərində fəxri diplomlarla təltif edilmişlər. Əməkdaşımız İlham Aliyevdən başqa yuxarıda adları çəkilən Əflatun Amaşov və Yusif Rızayevi əvvəlcədən şəxsən tanıdığımız halda Kamran Əsədovla akademiyada birinci və sonuncu görüş Elm Günü ilə əlaqədar tədbirdə olub. Adları çəkilən mətbuat işçilərinə diplom verilərkən Kamran Əsədov haqqında intizabi məsuliyyətə cəlb edilmə ilə bağlı heç bir rəsmi məlumata rast gəlinməmişdir. Ona görə də 8 ay sonra baş vermiş hadisəni ümumi mətndən ayırmaq və bilərəkdən az müddət öncə olmuş əhvalat kimi cəmiyyətə təqdim etmək, akademiyanı məqsədli şəkildə hər hansı bir xoşagəlməz hadisəyə cəlb etmək və ya adını süni şəkildə hallandırmaq məqsədi daşıyır.